Beynəlxalq Mətbuat Mərkəzində İslam dininin təbliği istiqamətində fəaliyyət göstərən dəyərli Əhl-i-Beyt məddahlarının, şairlərinin və Azərbaycan ruhanilərinin iştirakı ilə konfrans keçirilib. Konfransda ilahiyyatçı alimlər Zülfüqar Mikayılzadə, Şahin Həsənli, Talib Bağırzadə, Hacı Fazıl Ağa, Qürbət Abdulov, Fərhad Mirzə, Süleyman Ələkbərov, Əlzaman Əliyev, Elman Ağazadə, Elçin Qasımov, Elgün Axund, Qabil Əliyev, Ramil Əliyev, Vüsal Hüseynzadə, eləcə də məddahlar və Əhl-i-Beyt şairlərindən Seyid Nurəddin Dərafərin, Hacı Səyyar, Zahir Mirzəvi, Elşən Xəzər, Elvin İslam, Oqtay Qubalı, Hacı Ceyhun Müəzzin çıxış edərək mövzu ətrafında dəyərli fikirlər səsləndiriblər. Əhl-i-Beyt məddahları və Azərbaycan ruhaniləri tərəfindən mövcud problemlərin müzakirəsi tədbirin prioritet mövzusu olub. Tədbiri Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri ilahiyyatçı Elçin Qasımov açaraq konfransın təşkilinin əhəmiyyətindən danışıb. O, Əhl-i-Beyt alimlərinin, məddah və şairlərinin Məhərrəm ayı öncəsi bir yerdə cəm olaraq mövcud problemləri müzakirəyə çıxarmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Daha sonra konfransda çıxış üçün söz ilahiyyatçı Zülfüqar Mikayılzadəyə verilib. O öncə dəvəti qəbul edib tədbirə təşrif buyuran bütün qonaqlara təşəkkürünü bildirib. Ruhanilərin, Əhl-i-Beyt şair və məddahlarının İslami təbliğat yolunda həmrəy olmasının vacibliyini vurğulayıb. İlahiyyatçı Məhərrəm ayının başlanğıcından imamın 40-ına kimi aparılan müzakirələrin müsbət nəticələnəcəyinə inandığını deyib. Zülfüqar Mikayılzadə məddah və ruhanilərin İslam yolunda apardıqları mübarizənin mükafatının uca Allah tərəfindən verildiyini qeyd edib. İlahiyyatçı müsəlmanların müqəddəs kitabı olan Quran-ı Kərimin səsini insanlara çatdırmaq üçün bu cür tədbirlərin təşkilinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Məhərrəm qabağı ruhanilərlə şairlərin, məddahların görüşməsi və bəzi müzakirələrə aparması bugün çox faydalı ola bilər. Birincisi budur ki, bizim təbii olaraq düşmənlərimiz var, problemlərimiz vardır. Bugün ki, yəni hər tərəfdən boyalıyoruz, görürsünüz, bilirsiniz bunu. Biz necə edə bilərik ki, birlikdə həmahəng hərəkət edək. Düzdür, indi proseslər elə gətirir ki, hərə bir tərəfdən Allahın köməyi ilə müvəffəq olub İslamı dini, Əhl-i-Beyt məktəbini təbliğ edir. Bugün elə bir vəziyyətə gəlib çıxmışdır ki, həmahəng təbliğat aparmağımız, bir nöqtəyə vurmağımız, bir-birimizi söz və yox, işarələrlə başa düşməyimiz çox əhəmiyyətlidir. Daha sonra konfransda ilahiyyatçı Şahin Həsənli çıxış edib. O, bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu bildirib. İlahiyyatçı qeyd edib ki, məhərrəmlik məclislərində ən önəmli hissə əzadarlıqla bağlıdır. Edilən çıxışlar isə əzadarlığın mahiyyətini açıqlayır. Azərbaycanda tarixən məddahlıq məktəbinin mövcud olduğunu deyən Şahin Həsənli bunu mədəni-mənəvi irsimiz adlandırıb. Ədəbiyyatımızda Əhl-i-Beytə həsr olunan kifayət qədər nümunələrin olduğunu deyən ilahiyyatçı, İmam Hüseyn məktəbinin tanıdılmasında da Azərbaycanlıların böyük rol oynadığını diqqətə çatdırıb. Olduqca faydalı tədbir, mənim üçün şəxsən olduqca faydalıdır və gələcəkdə də daha geniş məktəbdə. Mən deyərəm ki, bütün məddahların və bir çox din xadimlərinin təmsil olunması şərti ilə bu tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. Bu, həqiqətlə insanların arasında olan əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Çünki biz bir iş görürük, hamımız birbirimizdən ayrı olsa, amma işlərin koordinasiya olunmasına, əlaqələndirilməsinə ciddi ehtiyac var. Ardınca tədbirdə Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Talib Bağırzadə çıxış edib. O bildirib ki, bu gün cəmiyyətdə din xadimlərinin, məddah və şairlərin sözü tez yayılır. Buna görə də məddahlar, mərsiyəxanlar öz çıxışlarında diqqətli olmalıdırlar. İlahiyyatçı İmam Hüseyn əleyhissalamın Aşura ilə müsəlmanlara yeni bir cığır açdığını vurğulayıb. Kərbəla müsibəti ilə İslam dininin nəsil simasının təhrifsiz olaraq insanlara çatdırıldığını qeyd edib. Talib Bağırzadə Aşuranı duyğu və emosiyalardan daha çox ağıl, zəka ilə dərk etməyin lazım olduğunu diqqətə çatdırıb. Belə olan halda İmam Hüseyn əleyhissalam məktəbinin əsl mahiyyətinin aydın başa düşüləcəyini bildirib. Bütün müsəlmanlar fərq etməz, şiə olsun, sünni olsun, hamısı İmam Hüseynə bir təşəkkür borcu var. Minnətdarlıq eləməlidir ki, İmam Hüseyn İslamın həqiqətini, İslamın təhrif olunmayan simasını təqdim edə bilir bu şahidliyi ilə. Burada mühüm olan nöqtələrdən biri budur ki, bizim əsasən çatışmayan cəhətlərimizdən mən istəyəm deyim, yaradıcılığımız yoxdur. Və ya da qeyd edənlər qurulurlar. Bu
Bu sahə çox mühüm bir sahədir, aşura sahəsi. Aşurada duyğudan qabaq, emosiyadan qabaq zəka ağıl edilir. Əgər biz aşuranı əvvəl ağıl və zəka ilə başa düşsək, sonra duyğu vasitəsilə dərk eləsək, bu İmam Hüseyn məktəbinin mahiyyətini də tam başa salacaq. Tədbirdə söz alan ilahiyyatçı Fazıl Ağa da bildirib ki, məddahlar, şairlər çıxışlarında milli ənənələrimizi nümayiş etdirməlidirlər. Hadisələri və sözləri təhrif etməkdən çəkinməlidirlər. Ona görə birinci növbədə bizim Azərbaycanda elə şairlər qeyd olunmuş, elə şeirlər yazmaq olar ki, və biz qıraqdan onu götürməyik, amma kəlamın hələ nisbətən biraz yüngüldə onun ibarələri. Amma yenə kəlamın özünə də baxanda görürsən ki, bəzi sözləri burada uyğunlaşmır. Ardınca konferansdan çıxış edən ilahiyyatçı Qürbət Abdulov Quran-ı Kərimin təbliğinin əsasən ruhani və məddahlar tərəfindən həyata keçirildiyini açıqlayıb. Mədhiyyə və mərsiyə deyənlərin ruhanilərlə məsləhətləşməsinin vacibliyini vurğulayıb. Vacibatın deyilməsinin daha əhəmiyyəti var. Onu da bəzən ora bir də biz fırladır o sözlər deyilir. Buna görə məddahlarımız gözəl şəkildə çatdırmaqları bir vəzifə kimi üçün Əmir bin Məruf Ancaqmoğlanın boynuna yazın, alimin işidir. İlahiyyatçı Vüsal Hüseynzadə isə mərsiyə deyilərkən Azərbaycan ləhcəsindən istifadə olunması məsələsini gündəmə gətirib. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin vəhdəti qoruyub saxlamaq olduğunu diqqətə çatdırıb. Bir ruhani və bir məddah işin yaxşı bacarılmasına Quranı tərif edir, Əhl-i-Beytin sözünü tərif edir və dini çoxdur. Bu baxımdan çox təhlükəli işdir, çox təhlükəli peşədə, Allahı peşədə. Tədbirdə söz alan ilahiyyatçı Elman Ağazadə İmam Hüseyn əleyhissalam məktəbinin şəhadət məktəbi olduğunu deyib. Vəhdət üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Birinci məclis olaraq bizim burada toplaşmağımız Azərbaycanda şairlər, ruhanilər, məddahlar hamısı bir yerə toplaşıb belə bir məclis təşkil verməyi, elə biləm ki, inşallah bir başlanğıc olacaq, ondan sonra bu davamlı olsun. Dərdimiz çoxdur, hamımızın ürəyi doludur, həm məddahların, həm bizim, hamımızı ortaya qoya bilməliyik. Amma vəhdət üçün yaxşıdır. Şəxsən mən sevimlə, öz payına biləm, Azərbaycanda ilk dəfə və üst-üstdən ifadə tanınmış, nüfuzlu həm ruhani qardaşlarımız, həm məddahlarımız bir araya gələ bildilər. İlahiyyatçılardan sonra konferansda şair və məddahlar çıxış ediblər. Əhl-i-Beyt şairlərindən Seyid Nurəddin Dərafərin, Hacı Səyyar, Elşan Xəzər, eləcə də məddahlardan Əlizaman Əliyev, Zahir Mirzəvi, Elvin İslam, Oqtay Qubalı, Ceyhun Müəzzin və digərləri çıxışlarında mövzuya uyğun fikirlər səsləndiriblər. Məddahlar oxu qaydasına və avaza xüsusi önəm verilməsinin vacibliyini vurğulayıblar. Bir sıra məsələlərdə ruhanilərdən bəhrələnməyin lazım olduğunu qeyd ediblər. Çıxışlarda qeyd olunub ki, deyilən mərsiyələrdə insanları cəlb etmək, onları dinə yönətmək prioritet olmalıdır. Eyni zamanda məddahların Quran-ı Kərimi bilməsi və şəriətdən xəbərdar olması tövsiyə edilib. Çıxışlar yekunlaşdıqdan sonra ruhanilər tərəfindən məddah və mərsiyəxanlara verilən tövsiyələr səsləndirilib. 1. Alimlər, şairlər, məddahlar İmam Hüseyn məktəbini öz çıxışlarında elə ifadə etməlidirlər ki, insanlar Kərbəla müsibətini nəinki emosiya ilə, əksinə ağıl və zəka əsasında dərk etsinlər. Bir sözlə, insanlarda oyanış yaradan fikirlər səsləndirilsin. 2. Bayağı ritmlər üzərində mərsiyələr oxunmasın. 3. Mərsiyələr kənar təsirlərdən azad olsun, digər təcrübələrdən istifadə edilməklə mədəni özəlliyimizə uyğun tərzdə deyilsin. 4. Hadisənin mahiyyətini təhrif edən, şəxsiyyətlərin dəyərini aşağılayan sözlərə yol verilməsin. 5. Azərbaycan şairlərinin şeirlərinə uyğun mərsiyə toplusu yaradılsın. 6. Bayağı musiqinin ritmi üzərində mərsiyələr deyilməsin. 7. Yaxşı olar ki, daha çox Azərbaycan dilində yazılmış şeirlərə üstünlük verilsin. 8. Hər məclisdə Kərbəla müsibətinin tarixini əks etdirən mənbələrdən hadisələrin səsləndirilməsi məsləhət görülsün. 9. Məqtəl kitabları hazırlansın. 10. Məddahlar birliyi təsis olunsun. 11. Ruhanilərdən ibarət nəzarət qurumu yaradılsın. 12. Məclisə uyğun rövzələr oxunsun. 13. Hər 2 aydan bir bu cür görüşlər təşkil edilsin. Verilən tövsiyələr səsləndirildikdən sonra təşkilatçılar tərəfindən məddah və Əhl-i Beyt şairlərinə hədiyyələr təqdim edilib. Müşfiq Tofiqoğlu, Ceyhun Əlizadə, Azad xəbər.